1998 və 2003-cü illər arasında doğulmuş nəsil məncə dünyanın ən yaxşı mix nəslidir. Heç kəs inciməsin. Düzdür, 2012-yə qədər hamı Z nəsli sayılır, amma 2000-ci illərdə uşaq olmaq indikindən qat-qat daha yaxşıdır məncə. O illər 90-ların yeni bitdiyi, amma qalıqlarının hələ də qaldığı illər idi. Geyimdə, küçədə, qidalarda, filmlərdə, hətta futbolda belə hiss olunurdu bu. Yarım tir Fantanı 30 qəpiyə alırdıq. Biz həm küçədə futbol, qaç-tutda oynayırdıq, həm də Sega PlayStation oynayırdıq. Yəni həm 90-cı il uşaqlarının məşğuliyyətləri var idi, həm də texnologiyadan geri qalmırdıq. Küçədə böyüyürdük, amma texno inkişafı izləyirdik. Səhər teldən araba düzəldirdik, günorta internet klublara gizlin-gizlin qaçıb Crossfire, Counter-Strike, Point Blank oynayırdıq. Məsələn, mənim 17 yaşıma qədər telefonum yox idi. Sosial media kimi isə Odnoklassnik və Facebook var idi ki, ona da ayda illə bir girirdik. Qonaq gedəndə evci oynayırdıq, ya da atadan Nokia'nı götürüb sıra ilə ilan oyununu oynayırdıq. Həm düyməli, həm sensor telefonun ikisini də istifadə edən bir nəsil olmuşuq. Bəlkə də bu səbəbdən bu qədər fərqliyik. Bu gün o tarazlıq qalmayıb təəssüf ki, küçədə oynayan uşaqların son nümayəndələri kimi.